Qanadlarda yüksələn mərdanə türk qızları. Bu sadəcə şeir misraları deyil, 1930-cu illərdə yazılmış Azərbaycan qadınının azadlıq, cəsarət ruhunu əks etdirən manifesti. Manifestin qəhrəmanı isə bu il anadan olmasının 115 illiyini qeyd etdiyimiz Azərbaycanın ilk təyyarəçi qadınlarından biri Sona Nuriyevadır. Onun həyat hekayəsi 1915-ci ildə Bakının Əmircan kəndində başlamışdı. Əmircan o illərdə neftin, küləyin, zəhmətin kəndi idi. Səma çox uzaq görünürdü, qızlar üçünsə əl çatmaz idi. Ancaq gənc Sona səmanı sadəcə seyr etmirdi, ona öz taleyi kimi baxırdı. Beləliklə 1930-cu illərdə Bakı Aeroklubunda başlayan yol U2 tədris təyyarəsində uğurlu təlim uçuşları, təlimatçı təyyarəçi kimi yetişdirdiyi gənc pilotlar, Bataks Mülki Aviasiya Məktəbində aldığı peşəkar təyyarəçilik təhsili, bütün bunlar onu 1936-cı ildə Azərbaycan Mülki Aviasiyasının ən təcrübəli pilotu etdi. 1936-cı il Moskva şəhəri, həmin o məşhur videolent, gənc təyyarəçi SSR rəhbərliyi İosif Stalin qarşısında öz ana dilində Azərbaycan türkçəsi ilə çıxış edir. Sonra Stalin həmin bu albüm ilə məktub mənə verilib, mənə tapşırılıb bizim Azərbaycan əməkçilər tərəfindən və burada oturan bütün nümayəndələr tərəfindən təqdim edir yoldaş Stalinə. Bu sadəcə çıxış deyildi. Azərbaycan xalqının milli kimliyinin, qürurunun tanıtımı idi. 1945-ci ildə Sona Nuriyeva Moskva şəhərinə ezam olunur və Azərbaycan Mülki Aviasiyasında bir ilk yaşanır. O, Avropanın bir çox ölkələrinə, Polşa, Rumıniya, Yugoslaviya, Çexoslovakiya, Bolqarıstan, Macaristana beynəlxalq uğurlu uçuşlar edir. 1948-ci ildə isə səhhətinə görə uçuş fəaliyyətini dayandırsa da, aviasiyada dispetçer olaraq xidmətini davam etdirir və 1952-ci ildə ona aviasiyanın baş leytenantı rütbəsi verilir. Sona Nuriyevanın Azərbaycan Mülki Aviasiyasının yaranmasında və inkişafındakı xidmətləri yüksək dəyərləndirilir. Lenin şərəf nişanı ordenləri, Almaniya üzərində qələbə, Qafqazın müdafiəsinə görə medalları ilə təltif edilir. Beləliklə, bir vaxtlar Bakı Aeroklubundan başlayan yol Avropanın geniş üfüqlərinə qədər yüksəldi. Bu yol hələ də davam edir, çünki onu yaradan yeni nəsillər var.